Uyğunluğu müəyyən eləyin. Birinci H-xlordur. Gəlin H-xloru quruluş formunu yazaq. İkinci sudur, oksigen H. Üçüncüdə yazaq karbon qazı, oksigen C, oksigen. Molekulda 4 rabitə var. Burada 4 rabitə olan karbon qazıdır. A getdi 3-ə. Sonra mərkəzi atom sp hibrid vəziyyətindədir. Bu yenə karbon qazına aiddir. B də 3-ə aiddir. Mərkəzi atom sp dedik. Molekul bucaq quruluşludur. Yəni bucaq quruluşlu sp və 2 atomlardan başqa. Məsələn, bucaq quruluşludur oksigen. Çünki burada suda bucaq quruluşu sp3 hibriddir. 104 dərəcə 5 dəqiqədir. Yəni xəttidən fərqlidir. Yəni. C getdi suya. Mərkəzi atom sp3 hibrid vəziyyətində yenə suya aiddir. Burada yazdıq onu. D də bura getdi. Molekullar rabitələrin yaranmasında 2 elektron iştirak edir. Molekullar rabitələrin yaranmasında 2 elektron iştirak edir. Bu da yəni 2 elektron iştirak edir. O deməkdir, bir rabitəmiz var və burada 2 dənə elektron iştirak edir. Y də birinci. Y, S, D, A, B.